Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə fizika üzrə Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi model sınağın izahını təqdim edəcəm inşallah. Eyni zamanda gün ərzində coğrafiyanın da izahını verməyə çalışacağam. Dediyim kimi bunları biz bir yerə yığdıqca, yəni PDF halına saldıqca bir-bir izahları sizlərə təqdim olunacaq. O cəhətdən narahat olmayın, çünki rəylərdə görürük artıq yazırlar müəllimlər ki, filan ixtisaslar da olsun müəllim. Sadəcə bunu biz növbəyə salırıq ki, vaxt məhdudiyyəti var. Həm hazırlanması PDF-lərin, həm onların izahı hazırlanması bu biraz vaxt ala bilir. Belə, ilk növbədə sizdən xahişim odur ki, videonu bəyənək zəhmət olmasa və əlimizdən gələn qədər paylaşaq, çünki bu mənim üçün sizin dəstəyinizdir və dəyərli rəylərimizi yazmağı unutmayaq. Ondan da əlavə bir qısa məlumat verib sonra izaha başlamaq istəyirəm. Bizim inşallah müsahibə hazırlıqlarımız da olacaq. Bundan bağlı bilirsiniz, onsuz hər il biz təşkil edirik müsahibə hazırlıqları. Nəticələrimizi də mənim kanalımda, YouTube'un ictimai bölümünə keçid etsəz, orada nəticələri də görəcəksiniz. Müsahibədə hər il bizim ondan yuxarı müəllimimiz 40 üzərindən 40 bal, yəni %100 nəticə əldə edir. Bu bizi təbii ki, sevindirir və burada müəllimlərin çəkdiyi əziyyət var. Eyni zamanda bizim də müəyyən qədər dəstəyimiz. Bu il də imtahan verəcək hər bir kəsə, olsun mimik müəllimlərin işə qəbulu istiqamətində, olsun sertifikasiyada, hər bir kəsə uğur arzu edirik. Allah hər kəsə kömək olsun, zehin açıqlığı versin. Bizim müsahibə qruplarımızla maraqlanmaq üçün, ümumiyyətlə müsahibə hazırlıqlarına qoşulmaq üçün ekranda gördüyünüz nömrəyə yazaraq ətraflı məlumatlar ala bilərsiniz. WhatsApp üzərindən təbii ki, WhatsApp-a yazan zaman bu nömrənin 051 753 14 84 yazan zaman avtomatik sizə müsahibə qrupları ilə bağlı məlumatlar verilmiş olacaq. Həftənin günləri, saatları, ödənişi və s. Gəlin indi isə birinci sualımızdan başlayaq. 51. Summativ qiymətləndirməyə aid olanı müəyyənləşdirin. Fizika üzrədir. Şagirdin təlim nailiyyətinin ölçülməsinə xidmət edir. Təbii ki, cavab bu olacaq. A variantı. Summativ qiymətləndirmənin işi ölçmə və kəmiyyətlə qiymətləndirmədir. Kəmiyyət deyəndə, yəni müəyyən bir bala və qiymətə əsaslanan prosesdir summativ qiymətləndirmə. Aydındırmı? Ona görə cavab burada A olacaq. Digərləri artıq, məsələn, yalnız deyir qiymətləndirmə deyil, həmçinin dərsi müşahidə edən prosesdir. Bunu formativə də şamil edə bilərik. Sonra şagirdlərin təlim inkişafını izləmək məqsədilə aparılır. Formativdir. Yəni summativə aid olan variantlar deyil bunlar. Aid olanı tapdıq artıq. A variantıdır. D-də deyir il ərzində davamlı olaraq aparılır. İl ərzində davamlı aparılan, dərs boyu aparılan bunlar formativ qiymətləndirmənin açar sözləridir. Bir də yenə qiymətləndirmə meyarları ilə bağlı olan məsələdir. Bunda elə onsuz dünənki izahımızda dedik. Bu sual əslində kimyada da var idi, elə olduğu kimi. O baxımdan çox təkrarçılığa ehtiyac yoxdur. 52-ci sual. Müəllim valideynlə olan söhbətə görə şagirdə bütün sinifin qarşısında irad bildirir. Bu davranış müəllimdə hansı bacarığın zəifliyindən xəbər verir? Baxın, valideynlə olan söhbətə görə şagirdə bütün sinifin qarşısında irad bildirir. Əslində bu bilirsiniz, doğru yanaşma deyil. Bütün sinifin qarşısında irad bildirmək ictimai qınaq anlamına gəlir və proses zamanı müəllim bunu edirsə, təbii ki, bu müəllimin ümumiyyətlə pozitiv münasibət qura bilməməyindən xəbər verir. Çünki biz müəllim-şagird münasibətlərində xüsusilə vurğulayırıq ki, pozitivlik önəmlidir, pozitiv münasibətləri təmin etmək önəmlidir. Amma müəllimdə bu bacarığın zəif olduğunu görürük. Yəni müəllim-şagird münasibətlərini qurmaq bacarığı zəifdir. Bütün sinifin qarşısında irad bildirirsə, təbii ki, burada bizim doğru cavabımız C variantı olacaq. Səmərəli müəllim-şagird münasibəti qurmaq bacarığı zəifdir. Aydındır? Bu belə. Burada digər variantlara da toxunaq. A-da deyir sinfi səmərəli idarə etmə bacarığı. Bu ümumi anlayışdır. Yəni burada biz prosedurların, qaydaların, gözləntilərin xüsusiyyətləri ilə bağlı nəsə görsəydik, bəli, onda sinifi idarə etməyə daha çox yönələrdik. Məsələn, gözləntilər tərtib etməyib və ya gözləntiləri var, amma şagirdlərə bunu çatdırmayıb, proseduru var, şagirdlərə proseduru məşq etdirməyib. Belə hallar olanda sinifin idarə edilməsi ilə bağlı cavabı götürürük. Amma burada fikir versəz, müəllim şagirdi ilə münasibətini tənzimləyə bilməyibdir. O baxımdan müəllim-şagird münasibəti qurmaq bacarığını zəif olaraq götürürük biz. Cavab C variantı. Sonra 53-cü sual.
Dərs zamanı şagirdlər mövzunu müzakirə edərkən bir-birini dinləmir, fikir bildirərkən bir-birinin sözünü kəsir və ümumi ünsiyyət zamanı nizamsızlıq müşahidə olunur. Bu hal sinifin idarə olunması ilə bağlı hansı problemi göstərir? Baxın, dərs zamanı şagirdlər mövzunu müzakirə edərkən bir-birini dinləmir, bir-birinin sözünü kəsir. Hansı problemdən xəbər verir bu? Sinifin idarə edilməsi problemi. Yəni sinifin qayda və prosedurları yoxdur, tətbiq olunmayıb. Cavab B variantı. Baxın, bu halda artıq şagirdlər bir-birinin sözünü kəsirsə və yaxud şagirddir, sual vermək istəyir, qəfil ayağa qalxır, başlayır sualını verməyə, yəni əl qaldırmaq yoxdur, müəllimin işarəsini gözləmək yoxdur və ya sinifə daxil olanda icazə istəmədən, icazə də deyirəm daha doğrusu, müəllimin icazəsini gözləyir ki, müəllim ona bir sorğu-sual eləsin, harda qalıbsan, niyə gecikibsən, səbəblər soruşsun, ondan sonra əyləşsin yerinə. Baxın, belə problemlər sinifdə prosedurun olmamasından xəbər verir və dolayısıyla biz bunu belə bir ifadə ilə izah edirik. Belə hallar əgər sinifdə baş verirsə, bu sinifi idarə etmə problemlərindən xəbər verir. Deməli, müəllimin sinifi səmərəli idarə etmə bacarıqları yoxdur. O baxımdan cavab B variantı. Yaxşımı? Nümunələr çoxdur. Məsələn, mən o dərsə gecikərkən şagirdin qapı ağzında dayanması, müəllimin sorğu-sual etməsini gözləməsi, bu elə özü idarə etmənin olmasından xəbər verir, prosedurların olmamasından xəbər verir, müəllimin proaktiv müəllim olmamasından xəbər verir. Təlim prosesində bir neçə məqamı bizə çatdırır bu situasiya. Şagirdlərin bir-birini dinləməməsi, bir-birinin sözünü kəsməsi, biraz əvvəl dediyim nümunə, sualı olanda qəfil ayağa qalxıb şagirdin sual verməsi. Bunlar prosedurların olmamasından xəbər verir. Aydındır? Cavab B variantı. Gəlin 54-cü suala baxaq. Siz evdə suyu elektrik çaydanında bir neçə dəfə qaynadırsınız. Gün ərzində bu proses üçün elektrik enerjisi sərfiyyatını və bunun ailə büdcəsinə nə qədər təsir etdiyini müəyyənləşdirin. Mən bu sual üzərində düşündüm. Açığı bu sual çünki məndən dünəndən bəri bir xeyli müəllim soruşub ki, müəllim, burada cavabı biz necə götürək, necə dəyərləndirək? Açığı deyim, imtahanda bunu götürüblər, yəni sınavda yalnız fənlərarası kimi dəyərləndiriblər, C variantı. Bu mənim subyektiv fikrimdir. Mən şəxsən burada fənlərarası və fənüstü də dəyərləndirirəm, yəni E variantı kimi. Və çox yaxşı olardı ki, onların metodisti, hansı ki bu sualları tərtib edən şəxslər öz sınaqlarının suallarına aydınlıq versinlər və biz də qane olaq ki, niyə belədir? Çünki bilirsiniz, mən bunu əslində bir neçə dəfə demişəm, kimyanı mükəmməl bilmirəm ki, kimya daxilində olan hər hansı bir inteqrasiyanı ə, tez bir zamanda tapım. Və ya fizikanı mükəmməl bilmirəm ki, fizikanın daxilində olan hər hansı bir inteqrasiyanı tez bir zamanda tapım. Məsələn, dünənki kimya suallarımızda, inteqrasiya suallarında kimya müəllimlərimiz sağ olsun. Yəni bunu səmimi etiraf eləmək lazımdır. Adamlar deyirdi ki, müəllim, məsələn orada konsentrasiya ilə bağlı, qatlıqla bağlı düstur var. Düstur vardı deyə bu düstur istifadə olunacaq deyə tətbiq olur. Məntiqli açıqlamalar verirdilər. İndi fizika müəllimləri də bu sualı mənə göndərir və deyir ki, ay müəllim, burada fənüstü də var. Çünki bu həyatda artıq reallaşdırılıb və hesablanmalıdır. Məntiqlə də baxanda fizika müəllimlərimizə mən haqq verirəm. Görün nə deyir? Siz evdə suyu elektrik çaydanında bir neçə dəfə qaynadırsınız. Gün ərzində bu proses üçün elektrik enerjisi sərfiyyatını və bunun ailə büdcəsinə nə qədər təsir etdiyini müəyyənləşdirin. Gün ərzində deyirsə, deməli uşaqlar bunu artıq evdə gün ərzində müşahidə edəcək. Neçə dəfə elektrik çaydanında su qaynadırıq biz və elektrik enerjisinin sərfiyyatını hesablayacaqlar. Gün ərzində bunu etməlidirlər və adamlar bunu gün ərzində evlərində tətbiq edəcəklər deyə artıq öyrəndiklərimiz sinif daxilindən kənara çıxıb və kənarda biz bunu icra edirik, praktikaya çeviririk. Bu əslində fənn üstünə də şamil olunmalıdır. İmtahanda yalnız fənlərarası götürülüb, onların götürdüyü cavabı da deyirəm, amma fənüstü də burada var. Yəni mən subyektiv fikrimi bildirirəm, fənüstü fənlərarası kimi dəyərləndirirəm. Hə, müəllim imtahanda nə götürülmüşdü? Yalnız fənlərarası. Burada da hesablama vardı, artıq büdcənin hesablanması falan, sərfiyyatın hesablanması. Bunu da müəyyən qədər gətirib
e, riyazi bacarıqlarla bağlaya bilərik. Deyərik ki, fənlər arasıdır, amma fənn üstünü götürməməkləri təbii ki, çox maraqlı məsələdir. Onların da cavabını deyirəm. Yalnız fənlər arasıdır. Cavabı belə götürüblər, amma mən öz subyektiv fikrimi dedim. Mənə görə bu fənn üstü fənlər arası olsaydı daha məqsədə uyğun olardı və belə suallara açıqlamanı siz mütləq şəkildə ART-in öz əməkdaşlarından istəyin müəllimlər. Çünki bu sualı tərtib ediblərsə, ona aydınlıq gətirməlidirlər, niyə belədir və ya niyə belə götürmüşük cavabı. Belə, mənim cavabımı bilmək istəyir çoxsu, mən fənn üstü fənlər arası deyərəm. Belə. Amma onların götürdüyü yalnız fənlər arası. Bunu niyə görə dedim? Yəni sonra rəylərdə ay müəllim, bəs cavab nə oldu deməyin. Cavab yalnız fənlər arasıdır. Yəni onların götürdüyü cavab budur. Mən subyektiv fikrimi bildirdim ki, mən fənn üstü fənlər arası götürərəm. Belə. Gəldik növbəti suala. Fərziyyənizin doğru olduğunu qarşı tərəfə inandırmaq və arqument toplamaq üçün internetdə araşdırma aparın. Bloom taksonomiyasının mərhələsini tapın. Bu bəlli məsələ, sadə sualdır. Deyir, fərziyyənizin doğru olduğunu qarşı tərəfə inandırmaq və arqument toplamaq. Fərziyyənizin, fərziyyə kimə aiddir? Mənə aiddir. Yəni mən fərziyyənizin deyir axı, söhbət məndən gedir. Fərziyyəmin doğru olması üçün arqumentlər tapmalıyam. Qarşı tərəfi öz mövqeyimə inandırmalıyam. Mən öz fərziyyəmə, öz mövqeyimə, öz fikirlərimə qarşı tərəfi inandırmalıyam. Və buna görə arqumentlər toplamalıyam. Bu artıq dəyərləndirmə mərhələsinə uyğun gəlir. Bilirsiniz, bunu dəfələrlə demişəm. Əgər mövqe mənə aiddirsə, mən öz mövqeyimlə bağlı fikirlər, arqumentlər gətirəcəmsə, əsaslandırma edəcəmsə, onda artıq dəyərləndirmə olur. Gəldik növbəti suala. Doğrudan burada bir dənə də haşiyə çıxın bir məsələni vurğulayım. Təhlil götürən müəllimlər də var idi. Baxın, burada siz şəxs sonluğuna xüsusilə fikir verin. Fərziyyənizin deyir, söhbət bizdən gedir. Yəni mənə vurğulanıbdır. Bu sual mənə yönəlib. Mənə xitab olub. Aydındırmı? Hə, əgər desəydik fərziyyənin, burada şəxs sonluğu olmasaydı, fərziyyənin hansı ki bir fərziyyə verilir, bu fərziyyənin doğruluğu ilə bağlı arqumentlər tapın. Bu artıq olardı təhlil. Çünki o mənim deyil, fərziyyə, hər hansı bir fərziyyə, kiminsə fərziyyəsi, ideyası, fikri, bu artıq təhlil olardı. Amma fərziyyənizin burada şəxs sonluğu çox önəmlidir, söhbət məndən gedir deyə bu dəyərləndirməlidir. Gəldik 56-cı suala. Elə incə məqamlar var, ona təbii ki, diqqətlə yanaşmaq lazımdır. Tənqidi düşüncənin yaradıcı düşüncədən fərqi hansıdır? Tənqidi təfəkkür mövcud ideyaların təhlilini, yaradıcı təfəkkür yeni ideyaların yaradılmasını ettiba edir. Birbaşa, doğru cavab budur. Bəli, tənqidi təfəkkür var olan ideyalar arasında analiz aparmağı sevir, analiz prosesidir, amma yaradıcı təfəkkür innovasiyaları sevir, yenilikləri sevir. Belə. Digərləri artıq məsələn deyir, yaradıcı təfəkkür əzbərləməyi sevir. Bu necə ola bilər? Yanlışdır. Tənqidi düşüncə uyğunluğa diqqət yetirir, yaradıcı isə orijinallığı qiymətləndirir. Bu da tamamilə doğru cavab deyil. Ümumiyyətlə qiymətləndirmə tənqidiyə daha çox uyğun anlayışdır və uyğunluqları da müəyyənləşdirən biz bunu məntiqə də şamil edə bilirik. O baxımdan tam da bu verilən sualın cavabı kimi götürə bilmərik biz bunu. Gəldik hər ikisi innovasiya ilə nəticələnir. İnnovasiyanı sevən, innovasiya yenilik deməkdir, yaradıcı təfəkkürdür. Hər ikisi deyə deyə tam uyğun cavab deyil burada. Yaradıcı düşüncə pasiv, tənqidi düşüncə aktivdir. Bu heç ümumiyyətlə yanlışdır. Cavab qaldı A variantı. 57-ci suala baxaq. Şagird populyar nəzəriyyə ilə razılaşmadığını bildirir və fikrini əsaslandırır. Müəllimin hansı addımı şagirdin tənqidi təfəkkürünü daha da inkişaf etdirər? Baxın, şagird nəzəriyyə ilə razılaşmadığını bildirir və fikrini əsaslandırır. Deyir ki, müəllimin hansı addımı şagirdin tənqidi təfəkkürünü daha da inkişaf etdirər? A-da deyir, hörmətlə yanaşmaq və dərsi davam etdirmək. Baxın, hörmətlə yanaşmaq və dərsi davam etdirmək tənqidi təfəkkürün inkişafına şərait yaratmadı. Bəzən müəllimlər mən fikir verirəm, bu cavaba da doğru cavab kimi yanaşa bilirlər, amma bu sualın şərti ilə uyğun gəlmir. Şərtdə deyir ki, hansı addım tənqidi təfəkkürün inkişafına şərait yaradar. Amma A-da müəllim dərsi davam elətdirir və hörmətlə yanaşır. Yəni tənqidi təfəkkürün inkişafı üçün hər hansı bir addım atmır. Uyğun gəlirmi? Xeyr. Həmişə suallarda mən bunu dönə-dönə deyirəm. Şərtə baxın, situasiyaya baxın və götürdüyünüz variantla verilən şərt və situasiyanı uyğunlaşdırın. Görün düzgün gəlirmi, yoxsa yox. B-də deyir, şagirdi siniflə müzakirəyə yönəltmək. Bəli. Bundan razılaşa bilərik. Çünki müzakirə prosesi müəyyən bir təhlil, analizin aparıldığı bir
belə deyim, situasiyadır. İstənilən müzakirədə bizim təhlil etmə qabiliyyətimiz də belə deyək, məsələyə daxil olur. Təhlil etmə, düşünmə, yollar tapma və sairə. O baxımdan tənqidi təfəkkürün inkişafı üçün müzakirələr təşkil etmək daha məqsədə uyğun olar. Şagirdi müzakirəyə yönəltmək daha yaxşı olar. C-də deyir, arqumentlərlə fikrinin əsassız olduğunu sübut etmək. Bu artıq bilirsiniz, doğru yanaşma deyil. Biz deyirik tənqidi təfəkkürün inkişafı üçün şərait yaradaq. Təbii ki, bu diskussiyalar, müzakirələr daha faydalıdır belə bir halda. Amma C-də deyir ki, arqumentlərlə onun əsassız olduğunu sübut edə. Yəni hökmən səhv çıxarmağa çalışır, doğru deyil. D-də deyir, təsdiqlənmiş nəzəriyyələri sorğulamadan qəbul etmək, izah etmək. Xeyr, sorğulamaq hər bir insana aid olan məsələdir. Məsələn, bu gün təhsil institutunun tərtib etdiyi suallardan biz özümüz də sorğuluyuruq. Məsələn, biraz əvvəl 54-cü sualda niyə belə oldu? Niyə cavabı belə götürüblər? Sorğulamaq da haqqımızdır. Və mən subyektiv fikrimi də orada bildirirəm. Elə deyilmi? Yəni bu qəbul olunub hökmən belə olmalı deyilən bir şey yoxdur. O baxımdan D variantı lazım deyil bizə. E-də deyir fikri fərdi şəkildə sonra müzakirə etmək, təklif etmək. Bu da yenə tənqidi təfəkkürü inkişaf elətdirən səbəb deyil. İndi amma bir məsələyə toxunacağam. Deyərsiniz, ay müəllim, fərdi şəkildə müzakirə niyə görə burada səbəb olmadı, doğru variant olmadı? Siz sualın şərtində fikir versəz, görün burada nə yazıb? Tənqidi təfəkkürü daha da inkişaf elətdirər. Hansı addım daha çox inkişaf elətdirər? Bizə o lazımdır. Əslində E variantı qismən uyğun gəlir. Amma bizdən görün nə istəyir? Hansı daha da inkişaf etdirər? Yəni daha yaxşı yoldur. Şagirdin fərdi şəkildə müzakirəsi, yoxsa qrupla, bütün siniflə müzakirəsi ona daha çox fayda verə bilər? Təbii ki, bütün siniflə müzakirə daha çox fayda verəcək, çünki burada daha çox təcrübə var. Belə. O baxımdan cavab B variantıdır. Belə məsələlərdə diqqətli olun. O daha da sözünə çox vaxt müəllimlər fikir vermir. Müəllim soruşur: komanda üzvlərindən biri işə az fayda verir, çalışmaq istəmir. Problemi həll etmək üçün nə edərdin? Şagirdin hansı cavabı onda effektiv problemi həll etmə bacarığının olduğunu göstərir. Yenə fikir versəz, deyir hansı cavab şagirdin effektiv problem həll etmə bacarığının olduğunu göstərir. Şagirdlərdən də biri işləmir, çalışmaq istəmir ümumiyyətlə. A-da deyir müzakirə üçün komanda toplantısı təşkil edərdim. Ya cavab budur ki, komanda toplantısı təşkil edərdim. Gəlin digərlərinə də baxaq hər ehtimala. Bu doğru yanaşma olar, çünki şagird çalışmaq istəmir. Ümumiyyətlə qrupa fayda vermir, az fayda verir və komanda toplantısı təşkil edib bu məsələ ilə bağlı bir müzakirə təşkil etmək olar. Yəni A variantı. Yenə B-yə baxaq. Tapşırıqları potensiala uyğun bölüşdürərdim. Burada şagird çalışmaq istəmir. Yəni situasiyada demir ki, verilən tapşırıq şagirdin potensialına uyğun deyil və o baxımdan qrupa fayda verə bilmir. Əgər belə bir situasiya olsa, təbii ki, birbaşa cavab B variantıdır. Baxın, situasiyada desə ki, şagird tapşırığı yerinə yetirə bilmir, çünki orada çətinlik çəkir. Hə, belə olsa deyərik, bəli, çətinlik çəkirsə, deməli potensialına uyğun deyil və cavab B variantıdır. Amma burada şagirdin çətinlik çəkməyi ilə bağlı nəsə demir. Çalışmaq istəmir. O baxımdan B variantı cavab deyil. Görüləcək işləri dəqiqləşdirərdim. Bu da yenə doğru cavab deyil. Çalışmaq istəmir. Məsələ problem budur. Fəal üzvdən dəstək istəyərdim, hesabat təqdim etməyə təşviq edərdim. Görürsünüzmü, absurd cavablar da artıq yerdə qalır, bir dənə A variantı. Komanda toplantısı təşkil edərdim və bunu müzakirə edərdik. Sonra gəldik 59-a. Fizika müəllimi müşahidə edir ki, şagirdlərin rəqəmsal savadlığı aşağı səviyyədədir. Bu problemi aradan qaldırmaq üçün hansı addım atmaq səmərəlidir? Baxın, problem nədir? Rəqəmsal savadlılıq aşağı səviyyədədir. Rəqəmsal savadlılıq nədir? Texnologiyalardan düzgün istifadə etmə və texnologiya vasitəsilə, İKT məhsulları vasitəsilə hər hansı bir məsələnin, informasiyanın araşdırılması, analiz olunması, məlumatların toplanılması,
Budur rəqəmsal savadlılıq. Texnologiyadan istifadə edərək müxtəlif işlərin görülməsi. A-da deyir, rəqəmsal bacarıqları dərsə inteqrasiya etmək üçün şagirdlərə müxtəlif elektron platformalardan istifadə edərək araşdırma aparmağı tapşıra bilər. Bu cavabdan razı ola bilərik biz. Rəqəmsal bacarıqları dərsə inteqrasiya etmək və müəllim müxtəlif elektron platformalardan istifadə edərək araşdırma aparmağı tapşırır. Cavab A variantdır, əziz müəllimlər. Fikir versəz bizə kənardan artıq deyir ki, gəl məni götür, bu variant deyir. Nə deyir? Çünki müəllim müxtəlif elektron platformalarından istifadə edərək araşdırma tapşırır şagirdlərə. Elektron platforma artıq rəqəmsal savadlılığı özündə cəmləşdirəcək, rəqəmsal savadlılığın inkişafına şərait yaradacaq. B-də deyir ki, şagirdlərə onlayn resursların və elektron vasitələrin siyahısını təqdim edə bilər. Artıq burada işlər biraz yolunda getmir. Çünki müəllim onlayn resursların və elektron vəsaitlərin siyahısını təqdim edir. Yəni, şagirdə hazır verir. Bizə lazımdır şagirdlərdə rəqəmsal savadlılığı formalaşdıraq və səmərəli yol tapaq. Rəqəmsal savadlılığı formalaşdırmaq üçün səmərəli yol onların özünün həmin resursları tapmasıdır. Onların özlərinin həmin elektron vəsaitləri tapmasıdır. Baxın, budur rəqəmsal savadlılıq, yəni A variantı. Amma B variantında müəllim hazır siyahı təqdim edir və şagirdin araşdırma bacarığı burada olmayacaq demək olar ki, adamların əlində hazır şəkildə olacaq bütün siyahı. Götürə bilmərik. Fikir versəz, müəllim siyahını təqdim edir. Amma A-da heç nə təqdim olmayıb. Şagirdlər özləri tapacaq. Elektron platformalardan və araşdırma aparacaqlar. C-də deyir, rəqəmsal bacarıqları yüksək olan şagirdləri digər şagirdlərə nümunə göstərmək olar. Bu tamamilə yanlışdır. Ümumiyyətlə, nümunə göstərmək, müqayisə etmək doğru seçim deyil. D-də deyir, dəstənkənar seminar təşkil edib həmin şagirdləri və valideynlərini birlikdə öyrənməyə təşviq etmək məqsədə uyğundur. Valideynlərini birlikdə öyrənməyə təşviq etmək bu nə qədər doğru ola bilər ki, bu sualdır? Cavab A variantı. Əslində çox rahat sualdır. Fikir verin. B-ni niyə götürmədiyimizi dedim. B-ni müəllimlərin bir neçəsi götürüb və heç bizlə hazırlaşmayan dünənləri bir xeyli mesaj gəlib. Müəllim niyə B olmadı? Burada çünki siyahı hazır təqdim olunur. Şagird harda araşdıracaq? Hər şey əlinin altında. Müəllim bütün onlayn resurslara, elektron vasitələrin siyahısını verib. Rəqəmsal savadlılıq bu deyil axı. Rəqəmsal savadlılıq onları özünün tapmağındır, özünün araşdırmağındır. O baxımdan cavab A variantıdır. Yəni biz suala baxanda mütləq şəkildə diqqətlə analiz etməliyik və sizə deyim müəllimlər, bir il müəllimlərin işə qəbulu imtahanına o tipli sual düşmüşdü. Hə, 60-cı və sonuncu sualımız, qələmimizi götürdük. Şagirdlərdən biri tənəffüsdə sizə yaxınlaşır və bildirir ki, bir neçə sinif yoldaşı onun WhatsApp qrupunda təhqir edir və haqqında yanlış informasiyalar yayır. Bu bir həftədən artıq davam edir və nəticədə şagird məktəbə gəlməkdən qorxur. Siz şagirdin emosional vəziyyətindən və bu davranışın sinif mühitinə mənfi təsir göstərəcəyindən narahatsınız. Sizin hansı addımınız problemi həll etməkdə effektiv olar? Baxın, şagirdlərdən biri tənəffüsdə sizə yaxınlaşır, deyir ki, ay müəllim, bir neçə sinif yoldaşı WhatsApp qrupunda məni təhqir edir. Haqqımda yanlış informasiyaları yayır. Nə etmək olar? Gəlin baxaq. Bizdən effektiv addım istəyir təbii ki. D-yə qədər görürük. Hə. A-da deyir, bullyingə məruz qalan şagirdi sakitləşdirin və ona təhqir edən sözlər yazan, təhqir edici olar yəqin, təhqir edici sözlər yazan şagirdləri telefonda bloklamağı tapşırın. Hə, effektiv yoldur bu. Bizə deyir ki, effektiv yolu tap. Yaxşı, tutaq ki, onu blokladı. Axı bunlar sabah məktəbdə üz-üzə gələcək yenə. Yəni bu həll yoludumu? Xeyr, bizdən həll yolu istəyir, effektiv yol istəyir. Onları bloka atmaq həll yolu deyil. Bəs sabah bir gün əyanın üz-üzə gələndə necə olacaq bu məsələ? Çıxdı sıradan. Sinifdə bu hərəkəti müzakirə edin, sinif yoldaşını təhqir etməyin doğru olmadığı haqqında danışın və şagirdlərin üzr istəmələrini istəyin. Əslində açıq deyim, bura qədər bir problem yoxdur. Çünki bu haqda danışmaqda da ciddi bir problem yoxdur. Sadəcə sonda deyir ki, şagirdlərin üzr istəmələrini istəyin. Onda belə bir təsəvvür formalaşır ki, hamısı növbəyə düzülməlidir. O neçə şagirddirsə, gəlib bir-bir üzr istəməlidirlər şagirddən. Bu da prosesə tam uyğun gəlməyən bir yanaşmadır. Üstəgəl, hələ davamına baxın.
Cəza kimi də daha artıq F tapşırığı verin. Yaxşı, daha çox F tapşırığı verəndə onların bu problemini effektiv həll edə biləcəyikmi? Adamlar bullinq edir. Daha çox F tapşırığı verəndə mən o bullinqin qarşısını almış olacağam. Biraz uyğunsuzluq var. Problemini sizə etibar edən şagirdə təşəkkür edin və problemin həlli ilə ciddi şəkildə məşğul olacağınızı bildirin. Daha sonra bullinq edən şagirdlərlə, onların valideynləri ilə danışın və bu barədə məktəb psixoloquna məlumat verin. Məktəb psixoloqu ilə məsləhətləşmək hər bir halda yanlış seçim deyil. Çünki bunu biz hər dəfə deyirik, dəfələrlə deyirik. Bullying halı elə bir haldır ki, biz bullying halı ilə bağlı həm məktəb heyəti ilə, həm valideynlərlə, həm məktəb psixoloqu ilə, hər bir kəslə əməkdaşlıq etməliyik ki, bullying halını görə bilək, müəyyən edə bilək, üzə çıxaraq, üstəgəl onun həlli ilə bağlı tədbirlər görə bilək. Yəni burada C variantı əslində bizi narahat edən cavab deyil. Doğru yanaşmadır. Həmin şagirdlərlə, valideynlərlə danışmaq olar. Məktəb psixoloquna da üstünlük verək ki, burada çünki məktəb psixoloqunun rolu böyükdür. Nəticədə də bu addım bullinqə məruz qalan şagirdin qorunmasına, günahkarların öz hərəkətlərinə görə məsuliyyət daşımasına, həmçinin problemin peşkarcasına həll olunmasına şərait yaradacaq deyə bilərik. Təbii ki, mən burada C variantını götürürəm, çünki hazırda verilənlər içərisində budur uyğun gələn. Bu da belə, bu da belə. Amma mən şəxsən bu C variantında öz üzərimə qalsaydı biraz dəyişikliklər edərdim. Bu mənə indi subyektiv fikrimdir, burada toxunmayacağam. Belə veriblər, verilənlər içərisində C uyğun gəlir. C-ni götürürük. D-də deyir ki, bullyingə məruz qalan şagirdə onu qorumaq məqsədilə WhatsApp qrupundan çıxmağı təklif edin və qrupda bu cür davranışın doğru olmadığını bildirin. Hamıya özlərini yaxşı aparmalarını tapşırın və problemi müzakirə etməyin. Baxın, axırda deyir ki, problemi müzakirə etməyin. Üstəgəl qrupdan çıxmağı təklif edin. Yenə axı bu həll yolu deyil. Sabah bayaqlar dedim A variantı kimi. Sabah bir gün onsuz onlar üz-üzə gələcək. Hə, qrupdan çıxmağı təklif edin. Nə oldu? Onda bir o qalıb ki, şagirdlər sinifdən çıxmağı təklif edək. Doğru həll yoludur? Xeyr. C variantı. C variantı ilə razılaşırıq. Yenə deyirəm, yəni şəxsən mən də tərtib eləsəydim, burada biraz qismən dəyişikliklər edərdim. Amma belə də baxanda burada hazırda C-dən başqa yolumuz yoxdur bizim məntiqlə. Bu qədər müəllimlər. Öz fikirlərimi bildirdim, suallara aydınlıq gətirdim, və öz şəxsi subyektiv fikrimi də çalışdım ki, bildirəm sizlərə. Amma onların götürdüyü suallarla da təbii ki, digər variantlarla razılaşıram mən. Məsələn, daha doğrusu digər suallarla. Bir 54-cü sualda öz subyektiv fikrimi də bildirdim ki, belədir. Digər suallar rahatdır. Yəni rəylərdə müəllimlər deyirdi, ay belə, ay elə. Əslində açıq danışmaq lazımdırsa, demirəm, təbii ki, mən öz prizmamdan dəyərləndirirəm bunu. Ola bilər sizlər üçün çətin olsun. Amma mənim obyektiv yanaşmamı bilmək istəyirsinizsə, şəxsən fizika sualları, metodika sualları rahat idi. Dünənlər kimyanı izah eləmişəm, kimyada o qədər rahatdır. Bu, yəni aydın məsələdir. Hə, ola bilər indi digərlərini izah verə-verə gedəcəyik. İndi mən yenə də vurğulayacağam, məsələn, burada necə olubdu. Bu səviyyəni bəyəndim. İndi o birisilərdə də yenə baxacam, səviyyəni bəyənirəmmi, yoxsa ağırdımı, fikrimi bildirəcəm yenə. Şəxsən mən burada sadəcə obyektiv fikir bildirirəm. Yəni mənim yoxsa Artinin niyə görə tərifləyim, deyim ki, müəllimlər, siz düz demirsiniz, bütün suallar sadədir, mənim buna ehtiyacım yoxdur. Nədirsə obyektiv şəkildə sizə bildirəcəm. Özünüzdən müğayət olun, Allah amanda qalın. İnşallah növbəti prosesdə görüşmək ümidi ilə. Sağ olun.